Salam, bugün mən sizə Güvən 2024-cü il abituriyentlər, yuxarı sinif şagirdlər və müəllimlər üçün dərs vəsaitindən adalar və yarımadalar haqqında məlumat verəcəyim. Digər video dərslərimizdə, iki video dərsimizdə qeyd etdik. Materik mənşəli adalar, vulkanik mənşəli adalar və növbəti dərsimizdə həm vulkanik mənşəli adalar, həm də mərcan mənşəli adalar haqqında məlumat verək. Əvvəlcə adalar haqqında məlumat verim. Adalar nəyə deyilir? Dünya okeanda böyüklüyünə görə müxtəlif quru sahələri adalar yerləşir. Onlar materiklərin ölçülərindən daha kiçik olması ilə fərqlənir. Mənşəyinə görə vulkan mənşəli adalar, materik mənşəli və mərcan mənşəli adalar olur. Vulkanik mənşəli adalar həm konvergent sahələrdə, həm də divergent sahələrdə, sərhədlərdə vulkan püskürməsindən yaranırlar. Materik mənşəli adalar geoloji keçmişdə materiklərin bir hissəsi olmuş adalardır və tektonik hərəkətlər nəticəsində bəzi ərazilər enərək su altında qalmış dəniz səviyyəsindən yuxarıda qalan quru sahələri isə adaya çevrilmişdir. Mərcan mənşəli adalar isə mərcan poliplərindən ibarət olub, demək, əsasən tropik enliklərdə yaranırlar. Və təsnifata fikir verdik. İndi isə keçək adalar haqqında daha ətraflı məlumat verək. Mikroneziya və Melaneziya və Polineziya adaları haqqında məlumat verək. Polineziya Sakit Okeanın mərkəzi hissəsində Okeaniyada yerləşən adalar qrupudur və Sakit Okeanın mərkəzi hissəsində yerləşir. Şərqində Seystik regionu əhatə edir. Polineziya üçbucağı adlanan bir ərazi ilə təşkil olunur. Üçbucağın uzaqları, demək, Havay adaları, Yeni Zelandiya və Pasxa adası ilə müəyyən edilir. Polineziya mindən çox adanı əhatə edir və zəngin bir mədəniyyətə, tarixə, dil və müxtəlifliyə malikdir. Polineziya adaları xəritə ilə göstərmiş olsaq, baxın, burada qeyd olunmuşdur. Tuvalu, Tokelau, Samoa, Tonga və s. Cook, yəni burada adalar müxtəlifdir, Tuamot və s. Və həmçinin Mikroneziya, Melaneziya adaları da mövcuddur. Yəni 3 hissədən ibarətdir. Mikroneziya, Melaneziya və Polineziya adalarından. Polineziya adalarına aid olan adalar və dövlətlər Yeni Zelandiya, Havay adaları, Samoa, Tonga, digər adalar və dövlətlər Fransız Polineziyası, Tokelau, Nauru, Pasxa adası və s. Çilinin tərkibindədir və adaların əksəriyyəti vulkanik və mərcan mənşəlidir. Bəziləri isə mərcan atolları formasındadır. Mikroneziya adalarını göstərək. Marian adaları, Karolin adaları, Marshall, Kiribati adaları və Melaneziya adaları və bu adalar haqqında ətraflı məlumat verəcəyəm. Demək, Salomon adaları, Santa Cruz, Vanuatu, Fiji, Yeni Kaledoniya və s. Yeni Gvineya adaları, bunlar Melaneziya adalarıdır və burada daha ətraflı göstərilmişdir Polineziya adaları.
Yeni Britaniya Melaneziyada yerləşən və Papua Yeni Qvineyanın tərkibinə daxildir. Bismarck arxipelagının ən iri adasıdır. Baxın, burada göstərilmişdir. Bismarck arxipelagı və Melaneziyanın tərkibindədir. Sahəsi demək 351.446 kvadrat kilometr, hündür nöqtəsi 2438 metr, əhalisi 500.000 nəfər təşkil edir. 5 dərəcə cənub enliyi, 150 dərəcə şərq uzunluğunda yerləşir. Ölkə olaraq Papua Yeni Qvineya, arxipelaq olaraq Bismarck arxipelaqı və akvatoriya olaraq Bismarck dənizi. Baxın, burada da aydın göstərilmişdir. Bismarck dənizi. Yeni İrlandiya Bismarck arxipelagına daxil olan Papua Yeni Qvineya arasında yerləşən ada. Ümumi sahəsi 74.045 kvadrat kilometr, hündür nöqtəsi 2379 metr, əhalisinin sayı 118.350 nəfər təşkil edir. Ölkə olaraq Papua Yeni Qvineya, Bismarck arxipelaqı və Bismarck dənizi akvatoriyası. Baxın, burada da daha aydın göstərilmişdir. Kiçik Zond adaları. Kiçik Zond adaları Malay arxipelagına daxil olan adalar qrupu. Böyük Zond adaları ilə birlikdə Zond adalarını təşkil edir. Sahəsi 87.000 kvadrat kilometr, 3726 metr hündür nöqtəsi, əhalisi 14 milyon nəfərdən çox. Ölkə olaraq İndoneziya və Şərqi Timor, yəni akvatoriya Hind okeanı sayılır. Ən iri adaları Bali, Lombok və s. adalar. İslandiya adası Atlantik okeanın şimal hissəsində yerləşən ada, dövlət. Azor adaları
Atlantik Okeanında Pireneya yarımadasından təqribən 1200 kilometr qərbdə arxipelaq olaraq yerləşir. Dokuz adadan ibarətdir. Ümumi sahəsi 2333 kvadrat kilometrdir. 2351 metr hündür nöqtəsidir. Əhalisi 246.746 nəfərdir. Ölkə olaraq Portuqaliya aiddir. Və Azor adaları Portuqaliya birinci başlı ərazidir. Paytaxtı Ponta Delgadadır. Ada Lissabon şəhərindən 1500, Şimali Amerika sahillərindən 2900 km məsafədə yerləşir. Yüksək təzyiq sahəsindədir. Azor suyunun səthinin gedərək olan dağlıqdır. Tez-tez zəlzələlər olur. Çox sayda termal və mineral qüvvətləri vardır. İqlimi subtropikdir. Orta iklim qatırlarında 14 dərəcə Selsius, 20 dərəcə Selsius, yenik yaxınlıqda 7-8 Yarımkürələr xəritəsinə fikir versək, 40 dərəcəlik şimal enliyində yerləşir Azor adaları. Coğrafi koordinatlarına fikir verək, 38 dərəcə şimal enliyi, 27 dərəcə qərbi cənubunda yerləşir. Müqəddəs Yelena adası. Müqəddəs Yelena adası Atlantik Okeanında Afrika qitəsindən 2800 km qərbdə yerləşmiş, Böyük Britaniyaya məxsus ada. Adanın Napolyon Bonaparte sürgündə olan zaman yaşadığı 2 ev və dəfn olunmuş kiçik bir ərazi Fransaya aiddir. Müqəddəs Yelena adası ətrafındakı digər Merac adası, Tristan da Cunha daxil olan, arxipelagına daxil olan Bülbül adası kimi Böyük Britaniyanın dəniz aşırı ərazisinə daxildir. Sahəsi 121 kvadrat kilometr, uzunluğu 15 kilometr, hündür nöqtəsi 818 metr, əhalisi 3924 nəfər təşkil edir. Ölkə olaraq Birləşmiş Krallıq, Müqəddəs Yelena və Ascension Tristan da Cunha adaları hesab olunur. Müqəddəs Yelena adası. Və vulkanik mənşəli Müqəddəs Yelena adası Afrikadan 1868 km, Cənubi Amerikadan isə 3290 km aralıda yerləşir. Süveyş kanalı tikilənə qədər bu adalar Hind okeanına üzən gəmilər üçün strateji əhəmiyyət daşımışdır. Azsaylı əhalisi Böyük Britaniyaya loyal olaraq qalmaqdadır. İqtisadiyyatı zəif olan bu ada Londondan tam asılı vəziyyətdədir. Coğrafi koordinatları 15 dərəcə cənub enliyi, 5 dərəcə qərb uzunluğunda yerləşir.
Tristan da Cunha, yəni Konya Afrikası, daha doğrusu adası, Afrika qitəsinə daxil olan bir adadır. Britaniyanın xarici ərazisi və Müqəddəs Yelena Ascension adası ilə birlikdə Müqəddəs Yelena Ascension və Tristan da Cunhanın bir hissəsidir. Vulkanik mənşəlidir. Və ölkə olaraq Böyük Britaniyaya aiddir. ...1506-cı ildə Portuqaliyalı admiral Tristan de Cunha tərəfindən Cunha tərəfindən kəşf edilmişdir. 275 nəfər əhalisi olan aktiv vulkanik mənşəli adadır. Cabo Verde adası həmçinin demək rəsmi olaraq Cabo Verde Respublikası Afrikanın mərkəzində, Senegal dənizində, Mariana sahillərində yerləşir. 10 vulkanik ada və 8 adadan ibarət arxipelag olan ölkənin sahəsi demək 4033 kvadrat kilometrdir. Ən böyük 3 ada Santiago, Santa Antao və Boa Vistadır. Paytaxtı Santiago adasındakı Praia adıdır. Cənubi Georgiya adası eyni adlı arxipelaqın ən iri adasıdır və sahəsi 3528 kvadrat kilometr təşkil edir. Atlantik okeanının cənubunda subantarktik qurşaqda yerləşir. Britaniya dəniz ərazilərinə daxil olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir. Hündür nöqtəsi 2934 metr, əhalisi 23 nəfər. Coğrafi koordinatları 54 dərəcə cənub enliyi, 36 dərəcə qərb uzunluğu. Qayalıqlardan ibarət olan adadır, vulkan mənşəlidir. Və xəritədə göstərək yerini. Cənubi Sandviç və Cənubi Georgiya adası.